Əmirül Müminin Əli əleyhissalam Nəhcül Bəlağə əsərində buyurur ki, Əd-dünya daru məmərrin, la daru məqərrin. Dünya keçid yeridir, qalmaq yeri deyil. Yəni biz burada qalıcı bir həyat yaşamağımız üçün gəlməmişik. Amma dərindən düşünən insanlar bunun fərqinə varır. Tarixdə yazırlar, Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm səhabələri ilə bir qəbristanlığın yanından keçirdi. Bir qəbrin yanında dayandı. Təzə bir qəbir qazılmışdı, hələ meyyit dəfn edilməmişdi, qəbir açıq idi. Peyğəmbər sallallahu o açıq qəbrə baxıb, gözünü o qəbrə tikərək, üzünü səhabələrə tutaraq buyurur, bu qəbir ya cənnət bağlarından bir bağçadır, ya da cəhənnəmə açılan bir qapıdır. Yəni, insan bu dünyadakı əməli ilə qəbrə gedəndə ya buradan cənnət bağlarının birinə çevirmiş olar, Rovzatun min riyazil cənnə, cənnət bağlarından bir guşiyə, bir bağa çevirə bilər və yaxud da hafratun min hafaratin niran, cəhənnəm, belə deyək, o çuxurlarından birinə çevrilə bilər. Sahabələrdən biri soruşur, ya Rasulallah, bəs nə edək ki, bu qəbir bizim üçün cənnət bağçalarından birinə çevrilsin? Peyğəmbər sallallahu buyurur ki, dünyada elə yaşa ki, sanki əbədi qalacaqmış kimi, axirətin üçündə elə hazır ol ki, sanki sabah öləcəkmiş kimi. Yəni, baxın, nə dünyanı tərk elə, dünyanın üçündə yaşa. Çünki bu sevgini, atanın sevgisin, balanın sevgisin, ana sevgisi, bacının, qardaşın, ailə sevgisini də Allah bizə verib də. Bu da Allahdandır. Deyir, dünyanın üçün elə yaşa ki, sanki əbədi qalacaqmış kimi. Amma o tərəfdən deyir, arxain olub, elə axirəti unutma, ha? Axirətin üçündə elə yaşa ki, sabah olacaqmış kimi.